Hörmətli alıcılar, yeni təmirdən çıxmış mənzillər göstərməyə davam edirəm sizlər üçün. Yeni bir mənzilimiz 2 otaqdan 3 otağa düzəlmə Həzəslanovda Gənclik Parkının yaxınlığında satışa çıxıb. Mənzilimizin ümumi sahəsi 88 kvadrat metrdir. Giriş qapımızdır. Sağ tərəfində gördüyünüz kimi güzgülü dəhliz dolabıdır. Mənzilimizin dəhliz hissəsi isti döşəmədir. Qonaq otağına daxil oluram. Qonaq otağımızda döşəmə laminatdır, twistentimiz quraşdırılıb. Mənzilimiz 17 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Qaz, su, işıq daimidir, sənədimiz də müqavilədir. Bura mənzilimizin mətbəx hissəsidir. Pəncərəmiz çölə açılır. Mənzilimizin ümumi sahəsi 88 kvadrat metrdir. 2 otaqdan 3 otağa bölünmə bir mənzildir. Mənzilin kiçik yataq otağıdır. Baş tərəfində az öncə göstərdiyim mətbəx yerləşir. Valideynlər üçün olan yataq otağıdır. Stili sistemi kombidir. Gün düşən bir mənzildir. Binada 3 ədəd sürətli lift var. Gənclik Parkının bir addımlığında yerləşir. Burada mənzilimizin ümumi olan hamam otağıdır. Döşəməsi də isti döşəmədir. Əlavə qardırob otağı kimi də istifadə edə biləcəyimiz bir otaq. Paltar yuvanımızın yeri də bu hissədə nəzərə alınıb. Qiymətimiz 233 min manatdır. Real müştərilərimizə danışıq yeri olacaq. Kim alacaqsa Allah xeyir versin.